50-ni hərə bir cür vəsf edir. Kimi deyir qocalığın uşaqlığıdır, kimi də deyir 50 gəncliyin qocalığıdır. Yaxud da əksinə. Bəs sənin üçün 50 nədir? Sən 50-ni necə vəsf eləyərdin? Əslində 50 yaşın ən yaxşı cavabını Üzeyir Hacıbəyov verib. Məştubat personajını yaradıb 50 yaşında qoca bir şəxs kimi təqdim edəndən sonra özü 50 yaşına çatıb və deyib ki, mən yanlış eləmişəm, əslində 50 yaş qocalıq yaşı deyil. Yəni buna və Üzeyir bəy kimi dahinin, yəni fikrinin qarşısında əlavə fikir demək doğru deyil və ən yaxşı fikir odur. Amma mən özümdə 50-ni necə vəsf edərəm deyəndə mənim üçün yaş anlamı sadəcə olaraq bir fiziki, yəni rəqəmdir də, yəni o olmalıdır da, yəni belə. Mən ümumiyyətlə ruhu daha çox yaşını hesablanmağın tərəfdarıyam. Nəinki ömür yaşının, yəni. İnsanın ruhu yerində olmalıdır. İnsanın bioloji bir yaşayış xətti var. Yəni, bioloji varlıqdır insan. İnsanın hüceyrələri qocalır, insanın deməli, bətin daxilində olan orqanların saxlama müddəti yəni bitir və o digər dünyaya köçür. Yəni, bu bioloji yaşamdır. Mən düşünürəm ki, insan ruhuyla yaşasa, sevgisi ilə yaşasa, o yaşı düşünməz heç vaxt. Yəni, onun üçün yaş məhdudiyyəti olmaz. O sadəcə olaraq bir bioloji varlıq kimi yoluna davam edir. Və çox üzr istəyirəm, yəni, hər bir kəs başqa bir dünyaya gedəcək, növbəti dünyaya gedəcək. Amma biri var sağlam getmək, daim sağlam yaşamaq və sənin Allah Taalanın yaratdığı bir, belə deyək ki, Nəsimi demişkən, çox mükəmməl bir varlıq, ali bir varlıq olaraq sənin beyninin məhsulundan, sənin niyyətin və hərəkətlərindən sağlam olduğuna görə cəmiyyət xeyir götürəcək. Bir də var, sən xəstələnərək yaşayırsan. Söhbət doğrudan da əsl xəstələnməkdən gedir fiziki olaraq. Xəstələnəndə insanın deyir, harası ağrıysa canı oradadır. Artıq sən xəstələnəndə cəmiyyəti də düşünmürsən, ailəni də düşünmürsən, dostu da, qonşunu da, eli də, obanı da, ən çox özünü düşünürsən. Və bu belə də olmalıdır. Bu insanın yaradılış kodudur. Yəni, çünki ağrıyan yerini düşünür insan. Canı oradadır, həyatı oradadır. Ona görə sən nə qədər sağlam yaşasan və o qədər də sən cəmiyyətə çoxlu kömək, dəstək ola bilərsən. Sağlam yaşamaq necə mümkündür, bu başqa bir sualdır. Amma istər-istəməz rəqəmlərin xofu basır adamı. Belə götürəndə 50 vahiməli yaşdır. Baxmayaraq ki, o yaşı sənə vermək olmur da. Yəni, yəqin bununla bir fəxr eləyərsən ki, bəli, mən artıq cavan görünürəm və fizikisel olaraq cavan görünürsən də, yəni. Amma rəqəmin xofu basırmı səni? Çox yaxşı, maraqlı yanaşmadır rəqəmin xofu. Heç fikirləşməmişdim o barədə, amma daha doğrusu xofu basmışdı, amma bunun xof olduğunu... Yəni, baxırsan ki, bu 50, bu Ceyhun, bu necə ola bilər? Yəni, bu mən 50 yaşdayam mı? Sadəcə bunun xof olduğunu bilməmişdim. Çox sağ olun ki, ona görə həm də əla, yəni tapdınız da bunun xofdur. Yəni, olur, bəli. Və burada mən bir söz demək istəyirəm, amma biraz da qorxuram, biraz da çəkinirəm və bir dəfə mən bunu yazmışdım Facebookda və çoxlu dostlarım hətta çox kədərə bürünmüşlər və demişlər, bir də belə şey yazma, yəni belə bir şey. Mən 50 yaşım var, normalda 75 artıq ağır yaş hesab olunur da, indi belə. Yəni, o dünyaya getmək üçün, yəni hazırladığımız yaşlardan biridir. Bizi hazırlayan yaşlardan biridir. Çox ağır gələcək bizə. Mənim cəmi 25 il ömrüm qalıb. Normalda. Xəstələnməsə, qəzavi qədər yaşamasa, normal, bioloji, varlıq olaraq həyatıma davam eləsəm, 25 il ömrüm qalıb. Yaxşı, 5-i də sən gəl üstünə olsun 30 il, 80 yaş. 30 il cəmi ömrüm qalıb. Bax, bunun xofu basır mən. Yəni, ömür limiti daralır. Əlbəttə daralır. Təsəvvür et ki, bunun 50-si gedib. Biri var ki, bunun yarısı gedərdi. Bir də var, bunun 50-si gedib. Amma bu xof deyil. Düzdür. Yenə görmək istəyirsən, məsələn, mən oxumuşam ki, İskəndər gənc yaşında dünyasını dəyişir, dünyanı demək olar ki, 2 dəfə işğal eləmiş adam olub, yəni belə deyək də, yəni bir dəfədən çox işğal eləmiş adam olub bütün hər yeri və öləndə deyib dəqiqləşdirin, doğrudan mı İskəndər ölür? Yəni, bu ola bilməz, yəni, bizim də. Və biz nağıllarda da oxumuşuq və o cümlədən əsərlərdə də rastımıza gəlib ki, şahlar, padişahlar həmişə cavanlıq eleksiri axtarmışlar ki, görsünlər ki, necə alma, nə bilim, buğda, nəsə də belə. Təbii ki, bunu tapa bilməyəcəklər.
Amma niyə adam istəyir ki, müşfiq demişsən bu gözəl dünyada necə əl çəkim? Niyə adam istəyir ki, yəni daha çox və sağlam yaşasın? Mən ona görə istəyirəm ki, mən çox kömək eləyə bilim. Məsələn, Habil Əliyevin bir maraqlı bir sözü var idi, yaşlı vaxtı biraz belə kədərləndi və hətta gözündən yaş gəldi. Dedi, mən çox böyük əziyyətlər görmüşəm. Mən uşaq evində böyümüşəm, yəni çox böyük dərdlər yaşamışam. İndi ölkəmiz düzəlirdi. Ağ günə çıxırdıq, indi mən gedirəm. Və bu adama təsir edir. Yəni Şuşa təzə alınıb, Qarabağ təzə alınıb. Yəni nə qədər görüləsi işlərimiz var cəmiyyətimiz üçün, ölkəmiz üçün. Birdən adam gedir. Yeri gəlmişkən, sən daha çox cəmiyyət üçün yaşayan adamsan da. Mən sənin bu həyat fəlsəfəndə daha çox bunu hiss eləmişəm. Özündən çox cəmiyyəti düşünmək. Bu nədən irəli gəlir? Bilirsiniz, mən sizə deyim ki, insanı idarə eləyən daha çox faiz etibarilə tip deyir ki, genidir. Belə bir söz deyirlər. Genidir. Bir də mühitüdür. Mühitin deyirlər rolu azdır, amma genin rolu çoxdur. İndi mən oxuduğuma görə deyirlər artıq geni də sıfırdan formalaşdıra bilirlər. Artıq bu süni yanaşma ilə insan genini sıfırdan formalaşdıra bilirlər. Bir də mühit var. Mənim yaşadığım dövr, yaşadığım mühit, o keçid dövrünün tam qutarı, yarı Sovet dövrü yaşadıq, yarı müstəqillik dövrü yaşadıq. Hər iki dövrün özünün Azərbaycanımıza, vətənimizə vurduğu zərbələr, hər iki dövrün özünün spesifik xüsusi yanaşmaları, xüsusiyyətləri, bütün bunlar ola bilsin mənim genetikamda da var, araşdırmışam amma tapa bilməmişəm ki, bizdən daha kim olub cəmiyyət üçün canını verən. Deyəsən mənim bir qaçaq babam olub, o çox güclü adam olub və eli üçün, obası üçün dağlara çəkilib, vuruşub və eli üçün, obası üçün canından keçib, nə qədər adamı xilas edib, nə qədər adamı yaşadıb. Bəlkə onun genindən mənə gəlib, amma mən nəyi bilirəm? Amma sən özün də yeri gəlmişkən vuruşmusan. Bəli. Onun mövzuya da qayıdaq. Bəli, qayıdarıq ona da, çoxunarıq ona da. Məndə nədir? Sartre'ın bir fikri var, Nobel mükafatçısı. Sartre'ın bir fikri var, deyir ki, mən o tez-tez işlədirəm. Deyir, başqaları cəhənnəmdir. Çox maraqlıdır. Yəni, nə deməkdir başqaları cəhənnəmdir? Yəni, başqası yoxdur. Başqası varsa o cəhənnəmdir, cəhənnəmlik bir adamdır da. Yəni o mənim üçün başqası yoxdur. Mənim üçün Azərbaycanda yaşayan bütün canlılar doğmadır. Təsəvvür edin. Yəni əstəğfurullah, yenə deyirəm bu düzgün deyil, amma it də, pişik də mənim üçün doğmadır. Öz ölkəmi. Düzdür. Mən bir dəfə yazmışdım ki, mən vətəndə doğulduğum üçün yox, yaşadığım üçün buranı sevirəm. Mən vətəndə doğulduğum üçün yox, burada yaşadığım üçün buna hörmət edirəm. Axı doğulmaq məndən asılı məsələ deyildi, mən Mazambikdə də doğula bilərdim. Mən burada yaşayıram deyə, məsəl üçün, mən köçüb Londonda yaşasam, şəhərdə, mən ona da Bakı qədər hörmət eləyəcəm. Amma təbii ki, onu Bakı qədər sevməyəcəm. Təbii ki, mənim ən böyük sevgilim Bakıdır. Mənim ən böyük sevgilim Azərbaycandır. Amma insan olaraq mən Londonda da yerə kağız atmayacam. Mən Londonda da siqaret kötüyünü yerə atmayacağam. Çünki mən buranın sakiniyəm. Mən buranı qorumalıyam. İndi təsəvvür edin, öz vətənimi neçə qat qorumalıyam. Hansı ki, bu vətən uğrunda mən də səngər görmüşəm. Hansı ki, bu vətən uğrunda Azərbaycanı təhqir eləyənlərlə hətta davalarımız olub. O qədər olub ki, 20 yanvar hadisəsində mənim dostlarım əsgərlikdən gələnlər danışırlar, yarımçıq gəldilər də, bilirsiniz, SSR dağıldı və birdən-birə 90-cı ildə əsgəriyə gedənlər artıq 91-də qaçıb çıxıb gəldilər. Daha doğrusu qaçıb deyəndə dağıldı, ordu dağıldı. Azərbaycan. Onlar deyir 20 yanvara efirdə baxanda oturublar bölükdə və baxırlar efirə. Birdən 20 yanvar hadisələri yayımlanır da, belə deyək, xəbərlər. Və bunu kim eləyib? Ruslar da indi o dövrdə, belə deyək. Və onlarla oturanlar kimlərdir? Rusiyada əskəri keçiblər, ruslardır. Və götürürlər, o tabletka deyirlər, o stolların ayaqlarını bir-birlərinə vururlar. Çünki görürlər burada dəhşətli açı. İndi sual olunur, qardaşım, sən niyə onu vurursan ki? O öldürməyib baxı, şəhid eləməyib baxı mənim vətəndaşımı. Onun nə günahı var? Elə deyil.
sənin vətən sevgin ona qarşı səni qaldırır. Bilirsiniz də, mən yəni o mənada deyirəm ki, həm də mən müharibə görmüşəm, mən müharibəyə gedəndən 2 ay sonra atəşkəs oldu. Mən 1 il yarım Bakıda qulluq eləmişəm, sonra getmişəm. Amma atəşkəsə baxmayaraq, məhz Tovuz döyüşləri kimi, Aprel döyüşləri kimi daha dəhşətli döyüşlər oldu. Mən qucağımda 7 əskər ölüb, mənim, yəni özümün şəxsən. Yəni ki, mənim qucağımda bu şəhid olub. Yəni, bu acıları, bu ağrıları görən insan və ondan qabaq dediyim kimi Sovet dövrünün o əzazil yanaşmalarını görən insan, despotizmi görən insan, kim nə deyirdisin? Sovet xalqların həbsxanasıydı, bu məşhur fikirdir. Görən insan özündən daha çox mütləq başqasını sevməyə məcburdur. Görün nə maraqlı mühitin təsirinə baxın. Deməli, bildiniz ki, müharibədən sonra, bizim 2-ci Qarabağ müharibəsindən sonra 44 günlükdən daha çox şöbələr yaradıldı, şöbə müdürləri təyin olundu və o şöbə müdürləri şəhid ailələri və qazilərlə işin təşkili şöbəsinin müdürü oldular. Və onlar kimlər idi? Onlar məhz müharibədə yaralananlar, iştirak edənlər, qazilər, belə. Təsəvvür edin, arada nə olurdu? Şəhid ailələri, qazilər onların iş fəaliyyətindən, laqeydliyindən narazılıq edirdi. Çox qəribədir. Səngərdə canını yolunda qurban verdiyi adamı indi məmur kimi yaxşı qarşılamış. Mən onlardan birinə sual verdim. Necə oldu ki, sən səngərdə ona canını verirdin, indi gəldin, oturdun məmur stolunda, onu laqeyd qarşılayırsan. Aydın məsələdir ki, sənin imkanların çərçivəsində deyil ona pul ayırmaq, ona iş tapmaq, onu ev tikmək, aydındır. Amma bəs onunla görüşmək, onunla söhbət eləmək, ona bu həqiqətləri izah eləmək, ona doğru yol göstərmək, yox, sən ki, bunları eləyə bilərsən. O mənə cavab verə bilmədi. Amma mən başa düşdüm ki, burada mühitin rolu böyükdür. Cənab prezidentimiz hamını bir yerə yığıb müharibəni elədi. Bu mənada mütləq insanı doğru idarə eləmək üçün, insan özü-özünü doğru idarə eləmək üçün birinci mühitini yaratmalıdır. O mühitin təsiri çox böyükdür. Mən müharibə mühitini görmüş, Sovet dəhşətlərini görmüş, bir insan olaraq Sartre'ın dediyi başqaları cəhənnəmdir, belə deyə deyiminə qoşuluram. Yəni, mənim üçün başqaları yoxdur. Mənim üçün hər kəs eynidir. İndoneziyada baş verən zəlzələ mənim elə bir, əstağfurullah, öz ölkəmdə, öz qəsəbəmdə baş vermiş zəlzələ kimi bunu dərk edirəm. Amma kimsə mənim ölkəmə, kimsə mənim dövlətimə, kimsə mənim prezidentimə, rəhbərimə, parlamentimə, qanunverici orqanıma, o cümlədən qərar verici orqanıma, məhkəmə orqanına, kənardan kimsə yalan söz desə, cavabını verirəm. Çünki bu parlament də mənim dövlətimindir, bu prezident də mənim dövlətimindir, prezidentlik də mənim dövlətimə aiddir, o cümlədən məhkəmə də mənim. Şuşada çırağban var idi. Çırağban. O çırağban nə edirdi? Hər səhər saat 5-də dururdu, çıraqları Şuşanın o qalaya, Vaqif məqbərəsinə doğru gedən yolun kənarında səhər söndürürdü, axşam yandırırdı. Yəni, mən bütün Avropa qaranlıqda qalanda mən çırağban vəzifəsi olub məndə. İndi mən dözə bilmərəm ki, mənim kimi mədəni bir xalqın əleyhinə, yəni kimlərsə həqarət söyləsinlər. Adama deyərlər ki, sənə demir ki, necə sənə demir? Mənə deyir, atama deyir, anama deyir, şəhidimə deyir, qardaşıma deyir, qonşuma deyir, elimə, obama deyir. Mən dözə bilmərəm buna. Hətta bəzən müxalif düşüncəli adamlar, indi biz jurnalistliyi hamı ilə salamımız var, çalamımız var, nəyimiz var. Mən deyirəm ki, əzizim, sən prezidentliyi qorumalısan. Sən prezidentliyin mədəniyyətini qorumalısan. Mənim prezidentim haqqında kimsə güldən ağır söz deyirsə, sən müxalifi olaraq ona cavab verməlisən. Çünki o şəxsinə deyir. Yürüdülən siyasətlə bağlı təbii ki, sən tənqid edə bilərsən, yol göstərə bilərsən, amma qərəzli olmaz, vicdansızcasına yanaşmaq olmaz. Şuşanı alan bir rəhbərimizi qorumaq bizim hamımızın borcumuzdur. Tapındığımız sevgi ölkə sevgisidir, məmləkət sevgisidir. Bizim bütün dahi insanlar məmləkət uğrunda qurban gediblər. Bir dəfə mənə dedilər ki, necə oldu deyə Səməd Vurğun 37-ci ildə bəs güllələnmədi. Dedim, elə Səməd Vurğun 37-ci il qurbanıdır. 50 yaşında xərçəy tutan adam 37-ci il
qurbanıdır. Adam o qədər stres yaşadı ki, adamın sağını gülləliyirlər, solunu gülləliyirlər, dostunu gülləliyirlər, düşmənini gülləliyirlər. Adam bütün günü təhdidin içindədir. O boyda Stalin bunu tanıyır, Bağırov bunu tanıyır, onun görüşündə, bunun görüşündə. Adam o qədər əziyyət çəkir. Bəzən içindən gəlməyən şeirlər yazmaq məcburiyyətində qalır ki, və onu heç kim qınaya da bilməz. Çünki o dövrün adamı idi və yazdığı şeirlərin də poetikası çox güclüdür. Məzmunu dövrün məzmunudur. Deyirsən ki, Səməd Vurğun niyə yaşadı? Yaşamadı axı. Səməd Vurğun 50 yaşında öldü. Səməd Vurğun özdə. Səməd Vurğun hər şeyi, heç nəyi olmayan, kasıb, heç bir institut qutarmayan, hətta oxuduqlarıma görə skameykada gecələyən bir adi tələbə olub, bir ayaqqabısı olub, bir ayaqqabısı olmayan tələbə olub. Gəlib Elmlər Akademiyasının idarə heyətinin üzvü olub ilk. Akademik olub ilk, heç yanı bitirmədən. Yəni Səməd Vurğun bütün bu mərhələləri keçərək gəlib, belə deyək ki, bahalı bir, söhbət puldan getmir, parıltılı bir həyata, şöhrətli bir həyata nəsib olan bir adam niyə ölsün 50 yaşında? Niyə xərçəng tutsun 50 yaşında? Xərçəngin əsas səbəblərindən biri nədir? Stres. Deməli bu adam 37-də güllələnən hətta daha rahat ölüb nəinki Səməd Vurğun. O mənada Səməd Vurğunun həm də əzablı yaşayış tərzinə görə onu sevmək lazımdır. Ceyhun, 50 yaş dedin, Səməd Vurğunun 50 yaşından söhbət gedir. Bax, sən özün 50 yaşın 50-sini də doya-doya yaşamısan. Hansını çıxardın oradan? Mən 22 il itirmişəm. Düz 22. Onda belə hesablayanda neçə yaşın oldu? Mənim 28. 22 il itirmişəm. O 22 ili bizi necə itirmişəm? Mən 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına ən yüksək qiymətlərlə qəbul olmuşam və hətta mənim riyaziyyatdan mənə 4 yazmışdılar. Mən sübut elədim ki, səhv yazıblar. Lomonosov adlı universitetdən komissiya gəldi və o 4-ü 5 elədi. Mən sübut elədim ki, səhv hesablamısınız. Və həm bu mənim prinsipimi göstərirdi, həm də biliyimi göstərirdi. Mən 1991-ci ildə instituta girdim, axşam şöbəsinə, Sənaye Universitetinin. Sonra Neft Akademiyası oldu. Və məni apardılar əskəriyə 1993-cü ildə. Çünki onda axşam şöbəsini hərbi xidmət apardılar. Və mən bir də 5 ildən sonra qayıtdım. Və qayıdandan sonra axşam ləğv olundu. Gündüzdə oxuduğum üçün mən ikinci kursu bitirib getmişdim. Qaydanda təzdən ikincini oxumağa məcbur elədilər. Mən magistratura, bakalavr bilməyən bir adam, mühəndisliyi oxuyan bir adam birdən-birə məni bakalavr elədilər. Və mənim həyatımda bütün bu baş verənlərin heç birisində mənim rolum olmadı, mənim iştirakım olmadı, məndən soruşmadılar, mənim heç bir günahım olmadı, məni vətən çağırdı, mən vətəni qorumağa getdim. Mənim kitabımda var, təhsil minasına düşən 10 il. Deputat olmaq da istədin də. Deputat da olmaq istədim. Bəs bu deputat olsaydın, bax bugün nəyi dəyişərdin? Yox, məncə heç nəyi dəyişə bilməyəcəkdim. Çünki deputat əslində yol çəkən deyil, su çəkən deyil, bağça tikən deyil, dəmir yol çəkən deyil. Deputat qanunverici orqanda mütərəqqi qanunların qəbulunu da iştirak eləyən və o qanunların layihə şəklində salınmasında, layihənin yazılmasında, təqdim olunmasında səy göstərən, sona qədər həqiqətin nədən ibarət olduğunu parlamentarilərə izah edən və elə qanunlar qəbul eləyən ki, onların insanların həmişə yolu olsun. Elə qanunlar qəbul eləsin ki, insanların həmişə suyu olsun. Həmişə qazı olsun. Amma gəlin mən sənə bir dənə su çəkim, su çəkdirim, yəni bir yol çəkdirim, bununla missiyamı bitmiş hesab edeyim. Mənə elə gəlir ki, həm də bir nəfər deputat hüquqi cəhətdən hər hansı bir qanun layihəsinin yəni parlamentdə keçməsinə nail olmaqda çətinlik çəkəcək. Çünki fraksiya olmalıdır, əl qaldırmalıdır, çoxluğun səsi qalib gəlməlidir. Tək Ceyhun Musoğlu neyniyəsi idi ki? Elə sudan söhbət düşmüşkən, deməli jurnalistdən məmura çevrildin və səmimiyyətini heç vaxt gizlədə bilmədin. Bunun səbəbi nə oldu? Bilirsiniz, ümumiyyətlə mən deyim ki, dünyanı, belə bir fikir var, deyir ki, dünyanı... Hətta buna görə Ceyhun səni qınayanlar da oldu da. Əlbəttə, baxın, hətta indi də qınayırlar. Baxın, deməli, dünyanı deyirlər ki, gözəllik xilas eləyəcək, amma mən həmişə deyirəm ki, dünyanı səmimiyyət xilas eləyəcək. Cənab Prezident həmişə səmimi oldu. Yəni, yəqin ki, siz fikir verirsiniz. Yəni, həmişə, yəni, rəhbərimdir də mənim. Mən rəhbərimə baxıb düzlənməliyəm də. Həmişə səmimi oldu. Müharibədə belə, müharibə apara belə səmimiyyətini gizlətmədi. 30-dan çox xarici media orqanına müsahibə verdi. Hamısında doğrunu danışdı. Heç vaxt yalan danışmadı.
Hətta dedi ki, müharibə gedə-gedə bu dəqiqə istəyirlərsə müharibə dayansın, Ermənistan vəziyyəti pis idi. Torpaqlarımızdan çıxsınlar, müharibəni dayandırıram. Müharibə gedə-gedə sülh əli uzadırdı düşmənə. Yəni o düşmənə ki, bizə nələr yaşadıq. Bu mənada mənə elə gəlir ki, insan o vaxt məhv olur ki, ölür yox ha. Yaşaya-yaşaya məhv olur ki, o səmimiyyətini gizlədir. Niyə? Səmimiyyətini gizlədən adam çox böyük xəstəliklərə tutulur. Müdir olmaq necə hissdir? Jurnalist üçün ağırdır. Jurnalist üçün ağırdır. Çünki mən baş redaktor olmuşam öz saytımın. Mən jurnalist ekspert mərkəzinin rəhbəriyəm. Bir Ceyhun Musoğlu kimi tamam fərqli bir obrazım var bilirəm, düşüncə tərzim var bilirəm. Bunun da əsasən səmimiyyət təşkil edir, doğruçuluq təşkil edir. Yenə deyirəm, qalibiyyətin təməli səmimiyyətdir. Yəni bunu gizlədəcəksənsə, nə vətənə xidmət edə biləcəksən, nə özünə xidmət edə biləcəksən, nə valideynivə xidmət edə biləcəksən. Mən heç vaxt heç nəyə yalan danışmıram. Bir qısa deyim, deməli 2 nəfər dindar yolla gedirlər, qatı dindarlar olur. Bir nəfər xanım orada batır. Yəni təbii ki, paltarı cırılıb çayda, daşa belə. Bu biri deyir ki, baxmaq olmaz ona. Bu düşünə danışsan, kömək eləmək lazım. Deyir, yox, nə o namahrəmdir, ona toxunmaq olmaz. Nə danışsan, bizim dinimiz, adımız belə. Bu deyir, ay qardaş, o ölür. Buna qulaq asmır, gedir onu çıxardır, gəlir, bu sağalır, bu durur. Yəni bitdi, getdi. Yoluna davam edir. Yoluna davam eləyəndə bu həmin bu dindar buna belə vay 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 sən nə etdin? Sən onun ayağını əl vurdun. Sən onun nə bilim belinə əl vurdun. Sən filan filan filan. Bu deyir ki, ay qardaş, mən onu xilas elədim, unutdum getdi. Sən bir yaxdan onun bütün əzalarını sayırsan. İndi sən pis adam, mənəm pis adam. Bildiniz nə dərdi? Bax, baxış bucaqları fərqli olmalıdır. Baxış bucağından söz düşmüşkən, yəni ki, insan hər rəqəm, yaş üstünə rəqəm gəldikcə baxış bucağı da dəyişir. Bax, bu 50 yaşın pəncərəsindən boylananda bugün həyat necə görünür? Fərqli görünürmü əvvəlki illərdən? Bir dəfə mənə efirdə 40 yaş, 45 yaşım olanda deyəsən, efirdə bir nəfər sual verdi, internet kanallarının birində, dostlarımızdan da müsahibə alan, dedi ki, müdürkləşirsiniz, mənə dedi. Dedim ki, yox, qorxaqlaşıram. Müdürkləşmək başqadır. Qorxuram. Nədən? Qorxuram ki, səhv addım ataram, itirərəm. Səhv addım ataram, dostum məni tərk edər. Övladım məndən küsər. Cəmiyyətim məndən inciyər. Ona görə qorxa-qorxa yaşayıram artıq. 50 yaşın pəncərəsindən baxanda mən 30 yaşındakı Ceyhun deyiləm, mən çılğın olmuşam, mən nadinc olmuşam, orta məktəbdə çox nadinc bir uşaq olmuşam. Yəni, mənim atistatımda 2 var, 2, amma mən 2-5-dən instituta girmişəm. Bəs həyat dərsindən neçə almısan? Həyat dərsindən, valla, neçə veriblər. Neçə veriblər? Mənə düz qiymət verməyiblər heç vaxt həyat dərsimdən. Məni az adam anlaya bilib. Yəni, məni ailəm anlayıb biraz. Yəni, dostlarım da anlayıb. Amma mən istəyərdim ki, mənə böyük səlahiyyət versinlər. Özün özünə neçə verərdin? 10 ballıqla 10 verərdim. Mən özümü tanıyıram. Mən özümü sevirəm, özümü dəyərləndirirəm, özümü qiymətləndirirəm. Özünü sevməyən, dəyərləndirməyən, qiymətləndirməyən adam başqasını sevməz, başqasını dəyərləndirməz. Bir daha deyirəm, xəstələr başqasını düşünə bilməzlər. Yəni, naxoşlardan naxoşlayıb, ağrıyır axı o. Mən amma özümü həmişə sağlam göstərməyə göstərirəm, sağlam olmaq istəyirəm ki, qoy başqalarını da sevə bilim, başqalarını da düşünə bilim. Səhvlərlə düzləri tərəziyə qoysun, hansı ağır gələr? Düzlərim, mənim səhvlərim, mənim elədiyim deyil, məcburiyyətdən elədiyim səhvlərdir. Mən heç vaxt yalan danışmıram. Əgər danışmışamsa, məcbur olmuşam danışmışam. Danışmışamsa, müqəddəs yalan danışmışam. Yəni, mən heç vaxt gizlətmirəm. Gizlətmişəmsə, müqəddəs dəyərə görə gizlətmişəm. Bax, o səhvlərə görə sonra özünü cəzalandırır. Əlbəttə, yarım saat keçir cəzalandırıram. Yarım saat. Mən bilirəm özünə səhv elədim axı. Mən bilirəm. Amma bu səhvlərin əsas kökündə elə səmimiyyət yanır. Bəzən cəmiyyət səmimiyyəti sevmir. Amma nə olur? Sabir öləndən sonra əstəğfurullah, müqayisə eləmirəm. Sabir öləndən sonra olur dahi. Bəli. Müşfiq öləndən sonra olur dahi. Cəlil Məmmədquluzadəni 3 gün bastırmırlar. Axundovu bastırmırlar. Yəni, qalır, gizlədirlər onu, sonra tapılır. Amma sonra Axundov olur dahi. İndi Axundovun heykəli var. Füzuli dərd əlindən dağa çıxdı, dedilər, bəxtəvərə bax, yaylağa çıxır. Elə sənin də şairliyin var, ədibliyin var, yeri gəlmişkən. Bəs niyə ədəbiyyatçı olmadın?
Şeirlərin var, əsərlərin var. Bəs niyə ədəbiyyatçı olmadın? Mən Faulknerin bir müsahibəsini oxudum. Faulkner müsahibəsində deyir ki, Nobel mükafatçısıdır o da. Çox gözəl yazıcıdır. Mən onları sevirəm. Sartre'dır, Faulkner'dir, Camus'dur. Faulknerin bir müsahibəsi var. Deyir ki, müsahibəsində bəs mən əvvəl şeir yazdım. Gördüm ki, şeir yazmaq çətindir. Sonra keçdim hekayə yazdım. Gördüm ki, hekayə şeirdən biraz yüngül olsa da, hekayə də biraz çətindir. Sonra başladım roman yazmağa. Çünki roman yazmaq asandır. Fikir ver. Roman böyük olmağına baxmayaraq şeir yazmaqdan asandır. Bu mənada mən şeir yazmışam, amma mən şair deyiləm. Mən olsa publisist ola bilərdim, publisist olmuşam. Amma yazıcı olmadım ona görə ki, hər bir kəs istehsal elədiyi məhsuldan pul qazanmalıdır. Mənfəət əldə eləməlidir, yaxşı mənada. Hətta ideya ən baha məhsuldur. Təəssüf ki, bizdə ideya ucuzdur, hətta pulsuzdur. Amma dünyada ideya hər şeydən bahadır. İdeya istehsaldır, beyin istehsalı, təfəkkür istehsalıdır. Mən kitab istehsal eləyib, onu sattıra bilməyəcəkdim. Niyə? Bizdə nəşriyyat yoxdur. Bizdə mətbəə var. Nəşriyyat nədir? Nəşriyyat budur ki, sənə sifariş verir. Markesin gəzdiyim, sevdiyim fahişələr var. Gözəlçələr, fahişələr, belə bir dənə əsəri var. İranda qadağan olundu adına görə. O əsər güclü əsər deyil, amma yaxşı əsərdir. Markes onu niyə yazdı? Markesə əvvəlcədən nəşriyyat sifariş verdi ki, bir dənə belə əsər yaz, Markesin sevdiyi gözəlçələr. Qoy hamı düşsün ki, Markesin sevdiyi gözəlçələrə bax, alsın o kitabı. Adını da belə qoydular ki, qadağan zad olsun bəzi yerlərdə, alışı çoxalsın. Və nəşriyyat bundan pul qazandı, Markesə də pul verdi. Nəşriyyat mövzu sifariş verməlidir. Bizdə nəşriyyat yoxdur. Bizdə mətbəə var. Mənim istehsalımı çap eləyib, o heç mənim satışından pul da vermir. Kitabının maraqlı bir adı var. Dünən yoxdur, bugün olmayacaq, sabah həmişə var. Bunun bir fəlsəfəsini açardı. Bilirsiniz, bəzən mənə deyirlər ki, xeyr, bugün olmayacaq. Deyirəm ki, bugün yoxdur da, necə yəni sabah, daha doğrusu üzr istəyirəm, sabah yoxdur. Məsələn, mən ölürəm, sabah yoxdur ki, deyirəm ki, sabah sənə bağlı deyil ki, sən ölürsən, sabah yenə var. Səhər yenə açılır. Sabah həmişə var, o demək ki, əzizlərim, dünəni unudun getsin. Nə səhv elədiniz, dərs çıxartdınız, çıxartmadınız, bitdi. Da qayıda bilməyəcəksən. Geriyə yol yoxdur. Geriyə dönən daşa dönər, Qobusnamədə deyir. Dədə Qorqudda da fikir vermişsiniz, axırda nə olur? Anarın senarisində. Geriyə dönəndə daşa dönürlər. Bu Qobusnamədən gəlib. Yəni, geriyə baxma, qoca. Belə bir film də var. Geri yoxdur, dünən yoxdur. Bugün nə olmayacaq? Yəni, yatırıq dururuq, bugün yoxdur. Ölürük, bugün yoxdur. Amma sabah həmişə var, sənin adın yaşayacaq, sənin təntənən yaşayacaq, sənin elədiklərin yaşayacaq, Şuşanı alan şəxsiyyət yaşayacaq, Zəngilanımı alan şəxsiyyət yaşayacaq. Əbədiyyət budur, sabah budur. O mənada insanlar hamısı sabah üçün yaşasalar, bugündən yapışmazlar 5-50. Dünənə görə də heyfslənib kainata nifr ötürməzlər. Mən kainatın idarə olunması qanununu bilən adamam. Kainat necə idarə olunur, hansı mexanizmlə idarə olunur, bu barədə çoxlu kitablar oxuyan, özümün analizlərim olan adamam. Mən 3 məfhum bilirəm, onu oxuduqlarımdan çıxartdığım qənaətdir. Tımcıqma, gileylənmə, mühakimə etmə. Karma, yəni etmə etmə, bulma. Bəli. Yəni, nə eləsən, qarşına çıxacaq. Bəli. Bumerang effekti. Bumerang effektidir. Nə istəyirsən həyatda, nail ola bilərsən. Nə istəyirsən. Amma gileylənmə. Amma mühakimə eləmə. Bugün mən hansısa bir Zəngilanlını, mən Zəngilanda da olmuşam deyə, belə deyə bilirəm ərkinə. Hansısa bir Zəngilanlını narazı görəndə çaşıb qalıram. Daha nə istəyirsən ki, Zəngilanın sənindir? Bəs heç bir pislik eləməyən bir adamın yəni ağır şəraitdə yaşaması bəs hansı karmadır? Yəni ki, bu adam ömrü boyu pislik eləməyib, bəs niyə bu? O düz ötürmüyor. O pislik eləməyib bir başqa bir şeydir. Amma o gileylənib, o da kimisə mühakimə eləyib. Yəni şükranlıq duyğusu olmalıdır. Yoxdur, olmayıb da, onu da yəqin ki, bilirlər. O düzgün həyat qurmayıb, düzgün xanım seçməyib, həyat yoldaşını düzgün seçməyib. Gələcəkdə onlar bir yerdə atılmayacaqlar axı. Əzaf veriblər bir-birlərinə. O düz yaşamayıb ki. Xanımdan söz düşmüşkən, sənin o kitabında da belə bir maraqlı fikri var. 3 nəfər ailə üzvüyük, amma ailə başçısı deyiləm. Xanımın indi gör necə qıcıqlanıb bu fikrə. Əksinə, mən xanıma üstünlük vermişəm burada. Qızım var, 26 yaşı var. Allah sağ olsun. Sağ olun. Bütün hər şeyi qırmızı ilə qutarıb. 26 yaşı var da. Və indi də ən yüksək nazirliklərdən birində işləyir.
yoldaşım var, bir də mən varam. Öz ailəm deyirəm də mənim. Əslində kişi ailə başçısıdır da, düzdürmü? Amma mən deyirəm ki, bizdə üçümüz də ailə başçısıyıq. Bizdə hamı tam hüquqludur. Bizdə heç kimin hüququ heç kimdən üstün deyil. Çünki bizdə tam bir mexanizmdir. Hamının sözü bir-birinin boğazından keçir. Başqa cür yaşaya bilməzdik biz. Mənim dostlarım, həmkarlarım, mənim bəziləri xanımımı tanıyan həmkarlarımız var, mənə doğma, qardaş həmkarlarımız var, ailəvi olaraq. Onlar kim mənim xanımımı görürsə, mənə həmişə deyirlər ki, bildiysən niyə gürüldüyürsən. Çünki sənin belə xanımın var. Kişilər həmişə xanımlarından bəhrələnib gürüldüyürlər, arxayındılar. Hər şeyin arxayındılar. Bildiniz necə? Yəni bu mənada mən necə deyim ki, bir dəqiqə gözdə başçı mənəm. Yox, həm də o başçıdır. Belə poetik ifadə eləsək, yəni illər bu sevgini azaldırmı? Adiləşdirir. Əksinə, o xanım özü bilir ki, mən yalan deyirəm. Mən indi övladımı nişanlamışam. Mən hə mərasimi olur da. Hə mərasimində mən çıxış eləyəndə mənim o çıxışımı göndərərəm, baxar dostlar. Yaymaq üçün deyil. Kim baxıb deyib ki, bu bütün qız atasının manifestidir. Qız atalarının manifestidir bu çıxış. Mən çıxışımda orada dedim ki, mən heç də məmnun deyiləm sizin gəlişinizdən. Diksindilər. Mən çox pəşmürdəyəm. Heç kimə də başımı qaldırıb baxmıram. Siz mənim bircə dənə qızımı əlimdən almaq istəyirsiniz. Bəli, məhz əlimdən almaq istəyirsiniz. Amma sizdən soruşuram. Mənim qızımın, sənin oğlun, bacısı ola biləcəkmi? Sənin oğlun, mənim qızımın bacısı ola biləcəkmi? Bacı. Qardaşı ola biləcəkmi? Atası, anası, övladı, dostu, qonşusu, rəfiqəsi, iş yoldaşı, avtobusda təsadüfən gördüyü, metroda mindiyi ola biləcəkmi? Bir insan dünyaya bir dəfə gəlir, bir dəfə. Və heç kimin ixtiyarı yoxdur ki, o insanı incitsin. Əgər o insan qanunlar çərçivəsində incidilməyə layiq deyilsə, heç qanunlar da incitmir. Biz cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq kimlərisə həbsxanaya salırıqsa, hələ o demək deyil onu incidirik. Həbsxanada da ona yaşamağa şərait yaratmalıyıq. Və yaradırlar da. İndi elə yerdə ola bilər ki, belə hallar baş verir, amma yaratmalıdırlar. Çünki insan Tanrının əsəridir. Qadınlar görün nə qədər qəhrəmandılar ki, 25 il Ceyhun kimi bir atanın qızı olur. Onun atası həmişə qulluğunda dayanır. Heç vaxt ona güldən ağır söz demir. Həmişə onu pambıq içində saxlayır, belə deyək, elə bir söz var. Birdən-birə o, həmin o cür komfortdan, həmin o cür rahatlıqdan çıxır, heç vaxt tanımadığı, görmədiyi, bilmədiyi adamın evinə düşür və həmin adamın qızı olur, həmin adamın övladı olur. Görün, xanımlar nə qədər böyük gücə malikdirlər və yeri gəlmişkən xanımların beynində qərar vermə gücünə malikdir. Kişilər ki, ona görə xanımlara ailə idarəçini xanımlara verirlər ki, kişi deyir ki, ya döyürəm uşağı, ya öyürəm. Qadın deyir, bir dəqiqə gözlə, döyürəmlə öyürəmin arasında hələ 4 dənə variant var. Saxla bir dənə. Və bu qadının beyni qeyri-səlis məntiqlə düşünür. Kişinin beyni səlis məntiqlə. Kişi Aristotel düşüncəsi ilə yaşayır. Artıq dünyada Aristotel düşüncəsi getdi. İndi qeyri-səlis məntiqin düşüncəsidir, lütfüzadə düşüncəsidir. Amma qadın lütfüzadə düşüncəsi ilə yaşayır. Tanrı ona görə qadınla kişini yaradıb ki, yoxsa elə hamı kişi olardı, hamı qadın olardı. Bunlar birləşəndə bunların 7 qərar vermə gücü olur. Ona görə biz ailəyə dövlət deyirik ki, bunların qərar vermə gücü çoxaldı. Və bunlar dövlət kimi ölkəni idarə eləməyə, ailəni idarə eləməyə başladılar. Yoldaşın hansı bir xüsusiyyətinə görə onun qalan bir mənfi xüsusiyyətlərinin hamısını qurban verərdin? Elə bir xüsusiyyəti varmı ki? Çox alicənab şəxsdir. Çox. Heç vaxt telefonuna baxmayıb. Mən də baxmamışam. Mən həmişə demişəm, kişi qadının bloknotuna, telefonuna baxmaz. Qadın da kişinin bloknotuna, telefonuna baxmaz. Təsadüfən götürəndə əli dəyib mesaj açılır. Təsadüfən. Mesajda yazılıb bəzi açıq sözlər. Bir kəlmə gəldi, mənə verdi, qayıtdı ki, deyəsən səhv göndəriblər. Bitdi bu söhbət. Bu söhbət bitdi. Qadının müdrikliyinə bax. Deyəsən səhv göndəriblər. Kəlmə, söz hardasa bir qədər utandırdı mı? Bitdi. Mənim ondan sonra bütün səhvlərim bitdi. Sürüklənən bəşəriyyət qadınla yüksələcək. Hüseyin Cavid.
Ceyhun, 50 illik ömrün ən böyük hədiyyəsi mi deyim, mükafatın mı deyim, almısan, yoxsa hələ gözləyirsən? Almışam. Şuşa. Zəngilan yox ha. Bax, indi gözlərim dolur. Zəngilan yox ha, Şuşa. Mənim Zəngilanla bağlı siz məndən almışdınız. Ən məşhur yazıdır. Mən necə Zəngilanlıyam ki? Mən necə Zəngilanlıyam ki, Zəngilansızam. Onun yaradıcısı sizsiz. Çoxsan. Yaradıcısı hamıya demişəm. Hamıya. Mən universitetdə uşaqlara təlimlər keçirəm, gəlirlər, praktikalar, nəmnələr, hamısını onu deyirəm. O ən yaxşı yazı idi. Sonra mən getdim Zəngilanı, aldığım torpağı, çox sağ olsun, Real TV məni ora apardılar, çəkdilər. Öz doğulduğum torpağa, evə, dağılmış evə, evsizliyə, orada mən gəldim bir yazı yazdım. Mən Zəngilanlıyam ki, Zəngilandayam, Zəngilanlıyam. O yazının əksini də yazdım. Yəni mənim 50 yaşımın yox, bundan sonra yaşayacağım ömrün, bundan sonra bir də doğulacamsa, ruhum mu gələcək, Allah bizi təzdən mi yaradacaq, bütün bunların və bundan sonraların, bütün hər şeyimin mükafatı mənim övladım deyil, mənim Şuşamdır. Bax, Şuşa deyəndə gözlərin doldu, Şuşa deyəndə səsin titrədi. Bax, budur Ceyhun. Budur, Ceyhun deyəndə həm də bir vətən. Bax, vətən olar. Təşəkkür edirəm bu gözəl müsahibəyə görə. Çox sağ ol. Gözlərim doldu. Çox sağ ol.